Hörmətli xanım sədr, hörmətli millət vəkilləri, elektron qaydada vətəndaşların müraciətlərinin daha da sistemli təkmilləşdirilməsi olduqca faydalı bir istiqamətdir və biz də bu qanun layihəsini dəstəkləyəcəyik. Amma bütövlükdə bu məsələdə əsas mahiyyət nəyin üzərində qurulmalıdır? Vətəndaşın bütövlükdə qəbul prosedurunun asanlaşdırılması məsələsinə biz diqqət yetirməliyik və hansı formalar tapılmalıdır ki, vətəndaş rahatlıqla istənilən həm icra, həm qanunverici orqanın təmsil edən səlahiyyətli şəxslərin qəbuluna düşə bilsin və öz problemini diqqətə çatdıra bilsin. Bir çox hallarda vətəndaşın müraciətlərinin haqlı olduğu bəlli olsa da, onun həlli yolu barədə hətta bir hüquqşünas kimi konkret fikir formalaşdırmaq çətin olur. Çünki ayrı-ayrı dövlət qurumları arasında olan müəyyən yazışmaların həm intensivliyi, həm də uzun müddət davam etməsi problemin həll olunmamasının əsas səbəblərindən birinə çevrilməkdədir. Ona görə də düşünürəm ki, bu qəbul prosedurunun asanlaşdırılması üçün bizdə təbii ki, ayrı-ayrı icra hakimiyyət orqanlarının təmsilçilərinin bölgələrdə qəbul mexanizmi müəyyən olunubdur. Amma bunun da müəyyən dərəcədə qaydalarının dəyişilməsinə tədricən artıq keçilməlidir. Çünki bir çox hallarda məhz daha çox əhalinin yaşadığı Bakı şəhərində bu cür qəbullara düşə bilməyən insanlar hətta buradan bilet alıb gedib Naxçıvanda hansısa icra orqanı rəhbərinin qəbuluna düşürlər, Gəncədə gedib düşürlər, Bakıdan gedib vətəndaş bölgələrdə bu qəbullara düşmək üçün bütün həm maddi cəhətdən, həm də müəyyən deyək ki, fiziki sıxıntılar çəkməli olur. Ona görə də biz Bakı şəhərində də bu qəbul prosedurunun hansısa formada tətbiq olunmasına artıq müəyyən qərar verməliyik. Çünki bu istiqamətdə daha çox icra orqanları ilə konkret problemin həlli məsələsi müəyyən oluna bilər. Qanunverici orqan təmsilçilərinə, millət vəkillərinə müraciət edəndə biz daha çox həmən orqanlara məsələləri yönləndiririk və biz sadəcə bir çox hallarda vasitəçi rolunu oynayırıq. Problemin həllinə konkret özümüz sərəncam vermə imkanına sahib olmadığımıza görə ancaq onların hansısa bir dinamik bu məsələləri həll etmə demək imkanlarına ümidimiz qalır. O baxımdan da bu məsələyə ciddi diqqət yetirməliyik və biraz da vətəndaşın məmnunluğunu artırmaq üçün bu yola gedilməsi vacibdir. İkinci məsələ burada nəzərdə tutulan vətəndaşın qəbula gələndə şəxsiyyət vəsiqəsi olmadan qəbula düşə bilməmə. Məncə burada biraz elastiklik yaratmaq daha yerində olar. Şəxsiyyət vəsiqəsi və şəxsiyyət vəsiqəsini təsdiq edən istənilən sənədlə vətəndaş qəbula gələ bilər. Onsuz da müraciət edibsə, kiminsə yadından çıxıb, kiminsə şəxsiyyət vəsiqəsi yoxdursa, məncə bunu biraz elastik qoymağımız daha doğrudur. Çünki konkret vətəndaşın qəbula gəlməsi hələ onun probleminin həll olunması mənasına gəlmir. Gəlib şikayətini eləyib gedəcək, yaxud da məktubunu verib gedəcəkdir. O baxımdan da məncə biraz o tələbləri bir qədər elastik eləməyimiz ümumi işimizin də xeyrinə olar. Bütövlükdə biz bir çox qanunları qəbul eləyəndə həm də ölkə prezidentinin son vaxt atdığı addımları da bir nümunə olaraq götürməliyik. Diqqət edirsinizsə 85 milyon su demək sel hadisəsindən sonra yağış sularının törətdiyi fəsaddan sonra vəsait ayrıldı və o vəsaitdə də prioritet olaraq vətəndaşın problemi götürüldü. 61 evin təmir olunması və evi sökülmüş insanlara da bir dəfəlik maddi yardımın edilməsi və eyni zamanda onların 3 aylıq kirayə pulunun verilməsi məsələsi onu göstərdi ki, ayrı-ayrı qurumlara ayrılan vəsaitlə yanaşı ilk növbədə vətəndaşın məmnunluğunu təmin eləmək vacibdir. Məncə bu qanunun da əsas fəlsəfəsi, əsas hədəfi buna yönəlsə daha çox vətəndaş məmnunluğuna nail olmaq mümkün olacaqdır. Təşəkkür edirəm, diqqətinizə görə sağ olun.